Ölkəmizin idman paytaxtı Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib. Yarışda Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin oğlan və qız idmançıları qrup ötüşməsində mübarizə aparıblar. Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunub. 6 kateqoriya üzrə keçirilən yarışın qalibləri medal, diplom və kubokla təltif ediliblər. Yarışın təşkilində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu idman növünə yeni istedadların cəlb olunmasına töhfə verməkdir. Burada bizim Velosiped İdmanı Federasiyamızda çox bir bölgələrdə bölmələr açılıb və onlar hamısı bugün iştirak edir Qazax şəhərində. Ondan sonra Qazax şəhərində həvəskar yeniyetmələr arasında həvəskar idmançılar da bugün iştirak edəcək. Oradan bir gözəl bir haldır. Çox bizi sevindirir. Şəmkirdən gəlmişəm və burada olmaq mənim üçün çox qürurverici bir şeydir, bu yarışda iştirak etmək. Belə ki, burada həm həvəskar, həvəsləndirici, həm də peşəkar gənclər var. Mən Gəncə şəhərindən qoşulmuşam, Velosiped İdman Məktəbindən. Çox mötəbər yarışdır, çox güclü yarışdır. Demək olar, ölkənin hər bir yerindən bura idmançılarımız var, rayonlar, şəhərlərdən qatılıblar.